Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpla Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı baş tutub. Söhbətin əsas mövzusu Ukraynada müharibənin dayandırılması və sülh olub. Ağ Evin rəhbəri bu barədə sosial media hesabında açıqlama verib. Trump görüşü mükəmməl adlandırıb və tərəflərin dərhal atəşkəs danışıqlarına başlamağa razı olduqlarını bildirib. Rusiya prezidenti Vladimir Putinlə 2 saatlıq söhbəti indicə bitirdim. Düşünürəm çox yaxşı keçdi. Rusiya və Ukrayna dərhal atəşkəs danışıqlarına başlayacaq. Şərtlər necə olmalıdır? Bu iki tərəf arasında razılaşdırılacaq. Çünki danışıqlar prosesinin başqa heç kimə məlum olmayan təfərrüatlarını yalnız onlar bilirlər. Söhbətin tonu və ruhu əla idi, deyə ABŞ prezidenti qeyd edib. Trump danışıqların məkanı kimi Vatikanı təklif edib. Putin isə Ukrayna ilə atəşkəs üzərində işləməyə hazır olduğunu açıqlayıb, amma danışıqların vaxtı ilə bağlı razılığa gəlməyib. O, Ukraynanın NATO-dan imtina etməsini, şərq ərazilərindən geri çəkilməsini və Qərbin dəstəyinin dayandırılmasını tələb edib. Zelenski isə bunların qəbul edilməz olduğunu bildirib. Ukrayna öz ərazilərindən qoşunlarını çıxarmayacaq və Rusiyanın ultimatumlarını qəbul etməyəcək, deyə o vurğulayıb. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump administrasiyası xarici tələbələrə qarşı yeni və sərt qərar tətbiq edib. Qərara əsasən Amerika Birləşmiş Ştatları universitetlərinə, o cümlədən Harvard, MIT və Stanford kimi aparıcı ali məktəblərə xarici tələbə qəbuluna müvəqqəti qadağa qoyulub. Ölkəyə qeyri-qanuni girişin təhsillə maskalanmış formada həyata keçirilməsinin qarşısını almaq lazımdır deyə Ağ Evin rəhbəri qərarını belə əsaslandırıb. Trump administrasiyası Harvardın antisemitizmə qarşı tədbirlər görməməsi və Çin Kommunist Partiyası ilə əlaqələr kimi iddialarla universitetin tələbə proqramını ləğv edib. Yeni qərar hal-hazırda Amerika Birləşmiş Ştatlarında təhsil alan xarici tələbələrin statusunu da təhlükə altına qoyur. Dərsləri distant və ya qismən məsafədən davam etdirən F1 vizası olan tələbələr ölkədən çıxarılma riski ilə üz-üzə qala bilərlər. Harvard Universitetinin prezidenti mətbuata açıqlamasında bildirib ki, qərar yalnız ali məktəblərin elmi və akademik azadlığına deyil, həm də Amerika Birləşmiş Ştatlarının qlobal təhsil liderliyinə ağır zərbədir. Onlarla universitet artıq Trump administrasiyasına qarşı federal məhkəmədə iddia qaldırmağa hazırlaşır. Ekspertlər bu qərarın Amerika Birləşmiş Ştatları iqtisadiyyatına da təsir göstərəcəyini bildirirlər. Çünki xarici tələbələr hər il milyardlarla dollar dəyərində təhsil və yaşayış xərcləri ilə ölkəyə töhfə verirlər. Təhsil hüququ üzrə təşkilatlar və miqrasiya vəkilləri əcnəbi tələbələrə viza statuslarını yoxlamağı, universitet administrasiyası ilə əlaqədə qalmağı və rəsmi bildiriş gəlmədən ölkəni tərk etməməyi tövsiyə edirlər. ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyinin 2 əməkdaşı silahlı hücum nəticəsində öldürülüb. Qətlə yetirilənlərin biri kişi, digəri qadın olub. Hadisə axşam şəhərin mərkəzində yerləşən Metropolitan Yəhudi Muzeyinin yaxınlığında baş verib. Muzeydə keçirilən tədbirdən çıxarkən gənc cütlüyü 30 yaşlı Elias Rodriguez atəşə tutub. Hadisənin qurbanları yaxın vaxtlarda nişanlanmağı planlaşdırıblar. Məlumata görə kişi sevgilisinə evlilik təklifi etmək üçün İsrailə səfəri düşünüb. Vaşinqton polis rəisi Pamela Smith'in sözlərinə görə Rodriguez'in Chicago'dan olduğu müəyyənləşdirilib. O, hadisə zamanı Azad Fələstin şüarını səsləndirib. Şahidlər bildiriblər ki, qətli törədən qaçmayıb və könüllü olaraq polisin gəlməsini gözləyib. Hadisədən sonra muzeyin mühafizəçiləri tərəfindən saxlanılan Rodriguez Qəzza naminə bu addımı attığını söyləyib. Cinayətə ABŞ və İsrail rəsmilərindən sərt reaksiya gəlib. Prezident Donald Trump bunu antisemitizm zəminində törədilmiş terror aktı adlandırıb. Dövlət katibi Marco Rubio isə hücumu antisemit zorakılığı kimi qiymətləndirib. O, cinayətkarların cəzalandırılacağını bildirib. Hazırda ABŞ Federal Tədqiqat Bürosu və digər hüquq mühafizə orqanları istintaqı davam etdirir. İsrailin baş naziri Benyamin Netanyahu isə bütün səfirliklərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi tapşırığını verib. ABŞ-də bir gündə 2 məhbusun edam cəzası icra edilib. Bunlardan biri Texas, digəri isə Indiana ştatında həyata keçirilib. Matthew Lee Johnson 2012-ci ildə 76 yaşlı Nancy Harrisi mağazada diri-diri yandırıb öldürdüyünə görə edam edilib. O, hadisə zamanı narkotik maddələrin təsiri altında olduğunu deyib. 49 yaşlı Johnson ölümündən əvvəl çıxışında mərhumun ailəsindən üzr istəyib və axirətdə görüşmək istədiyini bildirib.
Bu 2025-ci ildə Texasda həyata keçirilən 4-cü edam olub. Eyni gündə Indiananın Michigan City şəhərində isə 45 yaşlı Benjamin Richlə bağlı ölüm hökmü yerinə yetirilib. O 2000-ci ildə Beach Grove şəhərində polis Bill Tonini qətlə yetirib. Richinin hüquqşünasları onun beyin zədəsi və fetal alkol sindromundan əziyyət çəkdiyini əsas gətirərək cəzanın ləğvini istəyiblər. Lakin ştatın rəsmiləri bu müraciəti rədd ediblər. Bu, Indianada 2009-cu ildən sonra həyata keçirilən ikinci edam olub. Edamlar ABŞ-də ölüm cəzasının tətbiqi ilə bağlı müzakirələri və hüquqi mübahisələri daha da gücləndirib. Hüquq müdafiəçiləri və insan haqları təşkilatları hər iki hadisənin ardınca ölüm hökmünün etik və hüquqi əsaslarını yenidən gündəmə gətiriblər. San Diego'nun Murphy Canyon yaşayış massivində səhər saatlarında dəhşətli təyyarə qəzası baş verib. Teterboro hava limanında qalxan və San Diego'ya doğru istiqamətlənən Cessna təyyarəsi eniş zamanı yüksək gərginlikli elektrik xəttlərinə toxunaraq yerə çırpılıb. Qəza nəticəsində təyyarədəki 6 nəfərin hamısı həlak olub. Onlardan biri məşhur musiqi agenti Sound Talent qrupunun həmtəsisçisi və lisenziyalı pilot Dave Shapiro olub. Tanınmış musiqiçi Daniel Williams da həyatını itirib. Təyyarənin evlərə çırpılması nəticəsində 15-dən çox ev və bir neçə avtomobil yararsız hala düşüb. Yanacaq sızması səbəbindən güclü yanğın baş verib. Hadisə yerinə təcili yardım, yanğınsöndürən və xilasedici qruplar cəlb olunub. Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə təxminən 100 nəfər təxliyə edilib, 8 nəfər isə yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Dağıntılar altında insanların olub-olmaması ilə bağlı axtarışlar davam edir. Hadisənin səbəbinə gəldikdə isə ilkin ehtimallara görə bu dumanlı hava şəraiti ilə bağlı olub. Qəza ilə əlaqədar Nəqliyyat Təhlükəsizliyi Şurası və Federal Aviasiya Administrasiyası araşdırma aparır. İlkin hesabat isə 2 həftə sonra açıqlanacaq.